Vüsalə Əlizadə xərçəng bürcü başlıqlı yumor xarakterli video paylaşıb. Yeni Sabah xəbər verir ki, videoda kiçik bir uşağın qarşısındakı şəxsin saçını dartması əks olunub. Aparıcı, sevgilimi çox sevirəm, amma bəzən yazıb. Onun bu paylaşımı şəxsi həyatı ilə bağlı yeni ehtimallar yaradıb. İstifadəçilər videodakı konteksti kiməsə ünvanlanmış eyhamlı mesaj kimi dəyərləndirib. Xatırladaq ki, Vüsalə Əlizadə əvvəllər həmkarı Azər Zahidlə ailəli olub. Onların Dilək adlı bir qız övladı var. Cütlük boşandıqdan sonra aparıcı şəxsi həyatını mediadan uzaq saxlayır. Aparıcının son paylaşımı yenidən şəxsi həyatı ilə bağlı suallar və ehtimallar doğurub.